Alo, salam Mehman. Salam Mehman. Necəsən? Alo. Salamatçılıqdırmı? Yayımdan sizə zəng elədim, bir sualım vardı onu verməyə. Necəsiniz? Bəli, buyurun. Şükür, ay qalın bəy, şükür. Bu Alyona bacını niyə ucuna qoydun sən? Alona bacını niyə ucuna qoydum? Gözəl sualdır. Amma əslində hələ qoymamışam və mən düşünürəm ki, ikinci hissəni hər kəs gözləməlidir. Çünki ikinci hissə bütün açar, bütün belə deyək də, bütün final ikinci hissədədir. Yəni bu jurnalın üzüydü. Bunun hələ kinosu da ikinci hissədədir. Mehman müəllim, bu sizə bir şey deyim mən. Birdən İlham Əliyev sizi vurub öldürər. Yəni ikinci alternativ var mı adam bunu yaymağa, yoxsa... Var. Mən bütün tədbirləri görmüşəm və həll eləmişəm. İnşallah ki, görək. Amma tədbirliyəm və İlham Əliyev hər zaman qonaq gözləyirəm. Birdən sənə pulza təşkil edirlər bir neçə milyon zat, bizi intizarda qoyarsanmı, yoxsa ikinci seriyanı ötürərsənmi? Mən pulu götürsəm, sənlə 100% bölüşəcəm. Ya da mən pulu götürərəm, ikinci hissəni də sənə verərəm. Ben diyeceğim ki Qabil müəllim ya, ben yaymadım ki Qabil müəllim. Ha sen bakın ki bak sen efre koşan ki baş sahici 4-1'e yakınlaşır. Haradasan bir cümle burada. Ben buradan efirden söz verirəm ki, gələn həftə bircə yayım eləyək. Yaxşı, necə yayım İkinci eləyək? hissəni buraxan günü bircə yayım eləyirik. Və rekordu canlı yayımda Yaxşı. 50 minə satdıracağıq. Gəl belə eləyək də, gəl burada cəmaat 4000'e yaxın adam var. Söz ver ki, bizim elə ikinci hissəni bəlkə izahlı şəkildə həm mən qoşa bilmirəm də ikinci o səndən efir. İkinci hissənin qısa anonsunu verim. Qısa anons oldu ki, hər kəs bugün bir sual verir ki, necə oldu ki, Bala Heydər belə eybəcər xanıma vuruldu? Halbuki Azərbaycanda gözəl, göysək xanımlarımız var. Burada söhbət milliyyətindən də getmir. Sadəcə sual verirlər ki, necə oldu ki, Heydər o boyda eybəcər qıza vurulub? Söhbət oldu ki, burada sevgi söhbəti deyil və bu qız eybəcər görünsə də çox tülkü, bilmiş və çox belə təhlükəli qadındır. Və onu elə belə vitse-prezidentliyə hazırlamırlar. Çünki onun elə bir potensialı var ki, o Heydər Əliyevi təliyə salıb. Və sevgi deyil, davamı da ikinci hissədə. Bir gün deyin də, bizə bir gün deyin, çünki siz itəndə tapmaq olmur sizi. Mən çalışacağım ki, gələn həftəyə çox intizarda saxlamayım. Gələn həftəyə ikinci hissə və daha eksklüziv də deyirəm sənin efirində. Üçüncü hissə isə Bala Heydərin villasının içindən olacaq. Üçüncü hissədə nəyə saxlamışam? Üçüncü hissədə mən tanımış blogerləri onların razılığı ilə o həmin gün onu hazırlayacağım ki, mən elə bir tək batmayayım da gəmidə. Ki, mən batsam, 5 nələrdə özümdən aparım. Hayır, narahat olma. Mən batmağa hər şey hazıram. Sən problem yoxdur. İkinci hissə, sonra da üçüncü hissə oje. Üçüncü hissədə yəqin ki, evin içindən yəqin ki, bir xeyli pis görüntülər də var. Elə mi belə dəhşətdir? Dəhşətli də söz deyil. Biz etikalara həmişə riayət eləmişik. Gördüyünüz kimi mən Alyonanın intim şəkillərini efirə verməmişəm. Halbuki Əlin Ağayev mənim intim şəkillərimi, videolarımı dədəmə göstərir. Amma mən yenə də kişilik elədim, bunları efirə vermədim. Yox, onu düz edirsən. Axırıncı... Lakin ikinci hissə artıq hazırlanır, çəkilişlər bitib, montaj gedir, onu verəcəyik. Sonra da əsas səbəb odur ki, yəni sənin dinləyicilər də bilsin ki, biz imkan verməməliyik ki, Bala Heydər hakimiyyətə gəlsin. Yəni bunu da biz, bu səhvi də biz buraxsaq, bizim balalarımıza, qohumlarımıza elə bir günahkar biz olacaq. Ən azı heç olmasa bu dövrdə belə sıxmalıyıq ki, xalq bilsin ki, bu bir dəfə İlham Əliyevi səhv oldu, gəldi hakimiyyətə. Bala Heydər gəlsə, hayalliklə bizi məhv eləyəcək. Hayalliki qızdırıb, diri-diri bizi məhv eləyəcək. Mehman müəllim, sizə bir şey deyim ki, gözəl insan. Həmişə bunları öz gülləsi ilə vurmaq lazımdır. Axırıncı güllə ki var, o intim videoları öz həyat qarantin üçün saxla. Əlbəttə ki, eləmişəm. Hər şey mən tədbirimi görmüşəm. Hər şey yüksək səviyyədədir. İlham Əliyev də hər zaman. Yəni bir adama tutaq ki, denən ki, bu kasetlər mənim başıma bir şey gəlsə Qabilə çatdırın. Mən başda. Yox, o da gözəl fikirdir. Amma mən demişəm də, yəni
bu yayılacaq. Mən xəstəxanalıq olsam, ay nə bilim məni partlatsalar, ay nə bilim neynəsələr, bu yayılacaq. Bu yayılacaq və mən bu qədər. Yəni çox danışmaq istəmirəm, bu qədər. Bilirəm ki, nəsə danışmaq istəyirəm. Yox, ikinci hissə, üçüncü hissə mən sizi gözləyirəm həftə ərzində mən sizə danışacağıq. Oldu qardaş. Sağ ol, var ol, möhkəm ol.